Noyabrın 11-də Türkiyəyə məxsus C-130 Herkules tipli hərbi nəqliyyat və yük təyyarəsinin kargo uçuşu zamanı Gürcüstanın şərqində Tbilisidən 100 kilometr məsafədə qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsindəki 20 nəfər şəhid olub. Hadisənin Bakıda keçirilən möhtəşəm hərbi paraddan və dünyaya verilən qardaşlıq mesajından sonra yaşanması isə yaşanan faciə ətrafında siyasi maraqların axtarışlarını genişləndirib. Bəzi ekspertlər oxların Rusiya üzərinə tuşlandığını bildirsə də, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatlı olan general-leytenantı Erdoğan Karakuş tamam fərqli versiya irəli sürüb. O, yaşanan hadisədə erməni radikallarının barmağının ola biləcəyini istisna etməyib. Siz bildiyimə görə bu bölgelerde, Marnoli bölgesinde komutan olduğunuz dönemlerde bulunmuştunuz değil mi paşam? Tabii. Marnoli meydanını zaten biz yaptık. Yani eski bir meydandı. Türk Hava Kuvvetleri yaptı orayı. Ben de hava lojistik komutanıydım. O yüzden o bölgeye de geldim. Denetlemede de bulundum. O yüzden o bölgeyi de çok iyi biliyorum. Tiflis'te de Hava Harp Okulu'yla Deniz Harp Okulu'nun açılışını yaptım. Çünkü o binaları da biz yapmıştık Türkiye olarak. Gürcistan'a bir yardımımız olsun diye. Aynı zamanda 2 tane de gemi vermiştik. Savaş gemisi vermiştik hatırladığım kadarıyla Gürcistan'a. O dönemde Gürcistan'da bulundum ve o bölgeyi de iyi biliyorum. Marnoli Meydanı'nı da biliyorum. Yani eğer uçak kumandaları müsait olsaydı Marnoli Meydanı'na rahat inerdi. Fakat muhtemelen bir uçaktan motor kopması söz konusu diye düşünüyorum. Onun sonucunda kuyruğun da kopmasıyla uçak düşmüş durumda. Yani biz oradan değil ama yani biliyorsun Ermenistan sahasına yakın geçiliyor biliyorsun o Marnoli bölgesinde. Yani ben onlardan da bir şüphem söz konusu değil ama böyle fanatikler çıkıp da olaylar yaratılması söz konusu olabiliyor. Bizim bir F-5 uçağımız Kars'ta düşmüştü. Ondan sonra olay vuku bulabiliyor. F-5 uçağının düşmesi Ermenistan'ın müdahalesiyle mi olmuştu paşam? Yoksa tamamen tesadüf müydü? Yok, Rusya SA-2 veya SA-3 füzesiyle düşürdü. Ondan sonra dediler ki burada işte Ermenilerinden birisi işte Türklere çok kızgındı onun için ateşlemiş filan dediler. Rusya ile o sıralarda Sovyetler Birliği şeklindeki Rusya ile dalaşmak da pek mümkün olmadığından belirli ölçekte kapatıldı gitti olay. Peki paşam şöyle bir durum var. Aslında Ermenistan'ın bunu yapmaya ne gücü ne de haddi yetmez ama Ermenistan'da bildiğiniz gibi Gümrü'de askeri üssü var Rusların. Yine böyle bir müdahale olabilir mi paşam acaba? Ben hani Ruslardan filan beklemiyorum. Çünkü zaten biliyorsunuz o Azerbaycan'ın havayolu uçağı malumunuz inmek üzereyken vurulması sonucunda Kazakistan'a inmek zorunda kaldı Akdağ'a. Yani Rusların böyle bir şey yapacağını zannetmiyorum ama fanatik Ermenilerden her şey beklenebilir. Onu demek istiyorum. Bir qism ekspertlər isə burada Rusiya faktorunu daha çox qabardır. Buna səbəb həmən əraziyə yaxın yerlərdə Rusiyaya məxsus zenit raket komplekslərinin mövcudluğudur. Ərazi nöqtə Azərbaycan-Gürcistan arasında sərhədli neytral zonadır. Burada şimal tərəfdən Gürcistanın Osetiya vilayəti Rusiya tərəfindən işğal olunub və burada həm raket əleyhinə qurğular, həm zenit raket kompleksləri var Rusiyanın. Həmçinin də cənub tərəfdən Ermənistan, Gürcistan, Azərbaycan sərhədinə yaxın ərazidə yenə də Rus dediyi həmin Rusiyanın zenit raket kompleksləri, radio mübarizə qurğuları və sairələri var. Bu iki dənə, yəni işğal olunmuş Osetiya ərazisi ilə və Ermənistandakı həmsərhəd Gürcistanla ərazi arasında məsafə çox azdır. Hava ilə belə deyək 40-50 kilometrlik ən çoxu dəhliz var. Yəni bu dəhlizdə Azərbaycan, Gürcistan
ərazisidir və böyük ehtimal ki, ola bilər ki, Rusiyanın hansısa faktoru var, hamının hələ təsdiqi yoxdur. O ki, qaldı Ermənistan tərəfindən bu təxribatın olunması. Məsələ ondadır ki, bütün bu sadaladığım silah növləri ancaq və ancaq Rusiyanın, Ermənistan ərazisində Rusiyanın nəzarətindədir. Zenit raket kompleksləri və bu təxribatı törədə biləcək raketlər, bunların nəzarəti, istismarı, istifadəsi hamısı Rusiya ordusuna aiddir. Ona görə mən bilən, biz biraz səbirli olaq, görək bu araşdırma nəyə göstərəcək və bu hansısa müdaxilə nəticəsində, zərbə nəticəsində olan bir faciədir, yoxsa texniki səbəbdən baş verib. Texniki nasazlıq, hava şəraiti, insan faktoru və başqa amillər araşdırılır. Hazırda axtarış xilas etmə işləri davam edir və verilən məlumatlar gələcəkdə dəyişə bilər. Bu hadisə həm Türkiyə, həm də region üçün çox ciddi itkidir və təhlükəsizlik perspektivindən geniş təhlil tələb edir.